Ümumiyyətlə, hər bir insanın ətrafında olan 5-6 insan ortalama sizi formalaşdırır. Yəni düşünməyin ki, mənim öz üzərimə götürdüyüm bir hansısa inkişaf yolu, mənim ailəm yetərlidir ki, mən hər zaman belə qalım. Siz nə qədər belə qalmaq istəsəz də, sizin ailəniz nə qədər ziyalı olsa da, düzgün olsa da, fərq etmir. Ətrafınızda və ətrafınız iş mühitində 1 saat deyil, 15 dəqiqə deyil, ələxüsus əgər siz ofisin özündə çalışırsınızsa, hibrid və yaxud ofisdə çalışırsınızsa, onlayn deyilsinizsə, o zaman sizin ofisdəki ətrafınız sizə təsir edir. Yəni ortalama onlar sizin həyatınızın bir hissəsidir. Bunu anlamalısınız, qəbul etməlisiniz. Əgər siz onlarla minimum kontaktda olursunuzsa, az danışırsınızsa, onlarla təması kəsmisinizsə, ancaq peşəkar səviyyədə saxlamısınızsa, bu sizə təsiri mühüm hissədə azaldacaq əlbəttə. Amma siz inkişaf etməyəcəksiniz. Yəni siz deqradasiya olmayacaqsınız. Yəni bu sadalananları saxlasanız, öz inkişafınıza fikir versəz, onlarla peşəkar səviyyədə danışsanız, şəxsi dostluqlara çevirməsəz, onların etdiyi hansısa səviyyəyə düşməsəz, onların təzərrüfatlarla uyğunlaşmasaz, qəbul etməsəz və siz onlara deqradasiya olmayacaqsınız. Amma siz inkişaf da etməyəcəksiniz, olduğunuz yerdə qalacaqsınız. Və bu pis deyil, deyə bilərsiniz ki, mən özüm yaxşı bir səviyyədəyəm, olduğum kimi qala bilərəm. Xeyr, dünya inkişaf edir, insanlar inkişaf edirlər və sizin gündə düşünün ki, eyni səviyyədəsiz, dünəninizlə eynisiniz və bir gözəl söz var, əgər siz 20 il əvvəllə eyni düşünürsünüzsə, deməli siz heç inkişaf etməmisiniz. Çünki insan hər gün fərqli düşünməlidir, bəli. Fərqli düşünməli o demək deyil ki, bugün düşünürəm sən yaxşı insansan, sabah düşünəcəm ki, sən pis insansan. Amma fərqli düşünməlidir fəlsəfi cəhətdən, bilik cəhətdən, həyatı anlama cəhətindən, səbirdən, emosional intellekt baxımından fərqli düşünməlidir. Daha da səbirli olmalıdır, daha da müdrik olmalıdır, daha da sürətli qərar qəbul, düz qərar qəbul etməyə nail olmalıdır. Bu inkişafdır.